Bir gəldi İmam Rıza'ya dedi, ağacan, hamamdan çıxmışam, ehtiyac var benim dəstəmaz alın. Nə deyib, hamamdan çıxmışam, yumuşam da dəstəmaz. Dəstəmaz nə deyir? Dedi, yo, Allah istəyirsən bəndə olmağı görsün. Hələ imam bir tərəfinə cavab verdi. Bəndə şey edəcəksən, yoxsa yox. Bunlar bir ki, dəstəmaz elə sırf nədir? Zahiri təmizləməkdir. Dəstəmaz ruhun paklığıdır. Ruhun paklığıdır, ruhun. Aya deyimsiz, hə? Məsələn, dəstəmaz ala bilməsən, deyilə təyəmmüm elə. Təyəmmüm nədir? Torpağa əlləri vurursan, qaydası vardı, düzdür, torpağa. Gedin o təyəmmüm ayəsinə baxın. Deyir, fətəyəmməmu saidən tayyiba. Təyəmmüm edin o torpağa, daşa, hə? Və lakin, o yerlərini götürüb birəm də, ayət uzundur. Və lakin yurid liyutəhhirəkum. Allah bu təyəmmümdən istəyirsiniz paklasın. Yaxşı mənim qardaşım. Torpağa vuranda daha da bulaşdım, axı necə paklaşdım? Görünən bu da bu təyəmmüm dəstəmaz ruhu paklayır. O necə paklanmalı, o yaxşı bilir. O yaxşı bilir. Bir dənə belə eləsə nə olacaq? Yox, belə olacaq. Yolu təyin eləməlidir. Ona görə Allah Teala Qur'an-ı Kərimdə salih əməllərdən söhbət açır. Salih əməllərdən söhbət açır. Salih əməllər hansı əməllərdir?